Hər vaxtınız xeyir, Analıq Məktəbinin dəyərli izləyiciləri. Bu gün sizinlə uşaqlarda qida seçiciliyi haqqında danışırıq və düşünürəm ki, bu bir çox valideynin yaralı mövzusudur. Çünki mənə də pediatr kimi seçiciliklə bağlı çox müraciət eləyirlər və bu az qala doğulandan bəri baş verən bir haldır. Bir alışqanlıqmı deyim, bir durummu deyim və bu barədə biz bu gün dieta terapevtimiz doktor Elvira Ağabəyzadə ilə danışacağıq və düşünürəm ki, çox maraqlı keçəcək söhbətimiz. Doktor, qida seçiciliyi ilə daha doğrusu siz bir həkim kimi nə qədər rastlaşırsınız və bu seçicilik nə ilə bağlıdır? Niyə uşaqlar qidadan qaçırlar? Bəzi qidalardan daha doğrusu. Qida seçiciliyi halı ilə rastlaşıram və demək olar ki, valideynlər gələndə ki, mənim uşağımda artıq çəki var və yaxud da əksinə çəki defisiti var, anamnez toplayanda bizə məlum olur ki, qidası konkret olaraq 1 və yaxud da 2 növ qidadan ibarətdir. Valideynlərlə söhbət əsasında da başa düşürük ki, bu uşaqlıqdan lap köpəkdən gələn bir vərdiş halına çevrilmiş artıq bir seçimdir. Və əvvəl əgər uşaq bunu özü anlamadan seçim edirdisə, artıq valideyn bunu anlasa da, anlamasa da seçim olaraq başqa şey yemədiyi üçün uşağa təqdim edir. Yəni eyni qidaları bişirməyə davam edir də, belə deyək. Və valideyn eyni qidaları təklif etdikdən sonra, sağlamlıq problemi uşaqda yarandıqdan sonra bir pediatrla və yaxud da bir dietoloqla işləmə qərarına gəlirlər. Ancaq sağlamlıq problemi olduqdan sonra çəki defisiti ilə əlaqəli və yaxud da artıq çəki ilə əlaqəli. Ondan sonra müraciət edirlər və biz bunu artıq valideynlə bərabər işləyərək aradan götürməyə çalışırıq. Doktor, burada irsiyyatın rolu necədir? Çünki mən pediatr kimi görürəm ki, irsiyyat var və seçiciliyi olan uşaqların valideynlərinə sual verəndə ki, bəs siz özünüz, çünki misal olaraq görürəm ki, uşaq arıq, cılız uşaqdır, baxmayaraq ki, sağlamdır, amma valideyn deyir ki, seçici uşaqdır və yaxud olur ki, kilolu uşaqdır, yəni bilinir ki, yaxşıdır kilosu, amma seçicidir və seçiciliyi sırf sevdiyi qidaları çox yediyinə görə daha doğrusu çəki yığmağa başlayır uşaq və valideyndən soruşanda ki, misal üçün anadır, amma heç çəki, boy, nə bilim, bədən konstitusiyası baxımından heç ana kimi deyil sanki. Yəni bilinir ki, insan az yeyir. Okey, az yemək yaxşı şeydir. Daha sağlam eləyir insanı. Amma mən bilirəm ki, az yeyən insanların çoxu ümumiyyətlə seçicilər deyə az yeyirlər. Yəni evdə 10 növ yemək olsa, o yalnız birini ya ikisini yeyəcək. Qalanlarından ay ondan qoxu gəldi, bunun vidi xoşuma gəlmədi, yəni görünüşü xoşuma gəlmədi. Və mən başa düşürəm ki, burada irsiyyət var. Amma siz dieta terapevt kimi bu barədə nə deyə bilərsiniz? İrsiyyət təbii ki var, irsiyyət də var. Ümumiyyətlə genetikası pis, yaşam tərzi pis olan insanlar var. Genetikası yaxşı, yaşam tərzi yaxşı olan insanlar var. Genetikası pis, yaşam tərzi yaxşı olanlar var və genetikası yaxşı, yaşam tərzi pis olan insanlar var. Yəni 4 qrup insanlar var. Və bu insanlar dünyaya uşaq gətirəndə təbii ki, yaşam tərzləri necədirsə, uşaqlar da o tərzdə yaşam tərzinə seçməyə başlayırlar, ta ki özləri öz fikirlərini formalaşdırana qədər. Qidalanmada da bu belədir. Yəni əgər valideyn seçicidirsə, misal üçün mənim pasiyentimin biri çəki defisitinə müraciət eləmişdi və söhbət əsasında məlum oldu ki, uşaq gün ərzində ümumiyyətlə heç nə yemir. Ümumiyyətlə heç nə yemir. Yediyi şey paket qidalardır və axşam tərəfi makaron. Niyə? Çünki ana qidanı önəmli saymır. Ana qida üçün özü çəkisi az olan bir xanımdır və ona görə də uşaqları da o şəkildə böyüdür. Əksinə obez olan valideynlər var, uşaqlar da obezdir, amma yenə də seçici qidalanmadan gedirlər. Yəni makaron və kartof qızartması, kartof bu cür bəslənirlər. Bəli, və paket qidalar. Yəni burada seçim, yəni uşaq gözünü açandan əgər bir şeyin dadını bilmirsə, o özü gedib onu rəfdən götürməz. Yəni marketə girir, tanımadığı bir qidanı heç vaxt gedib seçməz. Mən hələ indiyə qədər görməmişəm ki, süd məhsullarının qabağında uşaq dayansın və desin ki, mən bunu istəyirəm. Amma görmüşəm ki, uşaq hazır, duzlu paketlərin qabağında və yaxud da şirin paketlərin qabağında dayanır və deyir ki, mənə bunu alın. Bunu kim təqdim eləyib? Təbii ki, valideyn təqdim edib. Demək, burada həm də epigenetik faktorlar da var. Yəni tək genetik deyil, həm də epigenetik faktorlar da var. Sonradan qazanılmış genetika da öz sözünü deyə bilər. Düzdür. Yəni mənim də müşahidə etdiyim qədər burada
bəli, valideyn seçicidir deyə uşaq da seçicidir. Amma valideyn yemədiyi qidaları evdə davamlı bişirmədiyinə görə, bu söhbət qadından gedirsə Bəli, bəli. və yaxud ata seçicidir və uşaq görür ki, evdə 2-3 növ yemək bişir eyni zamanda ki, ata bunu yeyəcək, biz bunu yeyəcəyik. Misal üçün, həm kollektiv bəslənmə alışqanlığı yaranır uşaqlarda. Çünki kollektiv bəslənmə vərdiş olaraq, bir həyatın bir hissəsi olaraq uşağı normal süfrə başında oturub yeməyə alışdırır. Digər tərəfdən də valideynlər yanlış bəslənərək uşağa yanlış dediyiniz kimi nümunə göstərirlər də. Misal üçün, valideyn var ki, deyirsən ki, məsələn, uşaq doğulub evdə, çalışın ki, bir müddət ümumiyyətlə kolbasa, sosis məhsullarını yeməyin. Yəni nə qədər ki, körpədir, okey, uşaq yatanda yeyə bilərsən. Çox istəyirsənsə, çox ürəyin istəyirsə. Amma ümumiyyətlə yanlışdır. Sənin üçün də yanlışdır, uşağın üçün də yanlışdır. Və bu yanlışı eləyə-eləyə təbii ki, o uşaq gedib hərrənib fırlanıb artıq maraq göstərəcək ona. Çünki bütün valideynlərə deyirəm, siz uşağa ayrı yeməyi yaxşı yediyi halda belə ən çox 10 ayına, 11 ayına qədər verə bilərsiniz. 10-11 ayından sonra artıq görsəl olaraq başa düşür ki, onun qabındakı ilə mənim qabımdakı eyni deyil və o artıq sizin yeməyinizi istəyir. Və siz necə bəslənirsinizsə, siz o uşağa avokado da vermiş olsaz o 10-11 ayına qədər özünüz yemədiyiniz üçün bir müddət sonra onu yeməyəcək. Bəli. Yəni burada valideynin davranışı çox önəmlidir. Bəli və seçici uşaqları olan valideynlərə mən hər zaman bu hiyləni deyirəm. Deyirəm ki, siz heç bir zaman ona qidanı özünüz təklif etməyin. Öz qabınıza qoyun və ona onun sevdiyini qoyun və davamlı onu çox iştahlı və ona icazə vermirsinizmi kimi belə, yəni maraq yaradın ki, uşaq ona yönəlsin. Bunu onlara deyirəm, yəni özünüz sağlam qidanı öz qabağınıza qoyun və başlayın onu yeməyə. Zaman-zaman görə buna alışacaq və istəməyə başlayacaq. Və bizdə insan olaraq belə bir şey də var. Nə olmazsa o daha maraqlıdır. Uşaqlarda da bu çox marağa səbəb olur. Bəli, marağa səbəb olur və ona görə yönəlirlər buna. Digər səbəb isə bir qidanı əgər valideyn öyrətmək istəyirsə, mütləq 2 həftədən çox təklif etməlidir. Eyni şəkildə səbirlə təklif etməlidir və uşaq yavaş-yavaş buna alışacaq. Çünki dad reseptorlarının əmələ gəlməsi də uzun zaman tələb edən bir şeydir. Bir də burada bağırsaq çox önəmlidir. Bağırsaq nəyə görə önəmlidir? Bağırsaqla beyin arasında əlaqə çox vacib bir nüansdır. Əgər bir uşaqda bağırsaq düzgün işləmirsə, burada bizə lazım olan bakteriyalar yoxdursa, yəni faydalı bakteriyalar yoxdursa, valideyn bir növ qidanı təqdim edə uşaqda sırf həmin növ qidaya uyğun bakteriya florası, kulturası inkişaf eləyibsə, hər halda uşaq onu fermentasiya edəcək bir bakteriyası yoxdursa, o qidaya qarşı reaksiya verməyəcək. Ona görə mən deyirəm ki, bu kulturanın əmələ gəlməsinə zaman lazımdır. Təklif elədikcə həmin bakteriyaların inkişafı başlayacaq və yəni bir ətin parçalanması üçün, metabolizma olması üçün həm mədə turşuluğumuz düzgün olmalıdır, həm belə deyim, ödümüz düzgün sintez olmalıdır və eyni zamanda da bakterial kulturamız bağırsaqda düzgün olmalıdır. Lazım olan bakteriyalarımızın miqdarı kifayət qədər olmalıdır. Buna zaman lazımdır. Dəyişmək rahat bir şey deyil. Yəni valideyn qəbul eləməlidir ki, bir yeni alışqanlıq, bir yeni bir vərdiş təqdim eləyirsə, buna zamanı gedəcək və səbirli olmalıdır. Əksər uğursuzluqların ən böyük səbəbi davamlı getməyən təkliflərdir və valideynlərin tez bir zamanda nəticə əldə etmək istəyib səbirsizliyi, bəli. Buna görə də belə deyim, pes etmələridir türklər demiş. Bəli. Çünki həmişə deyirəm, bir uşağa bildiyi şeyin əksini öyrətmək ya başqa bir şey öyrətmək sağ əllə yazan insana sol əllə öyrətmək kimi bir şeydir. Yəni bu sağ əllə bacarırsa, təbii ki, sol əllə yazmağı gərəksiz sayacaq deyə öyrətmək çox çətindir doğrudan uşaqları. Qatdı qidaya keçid zamanı da bir çox valideyn yanlışlar eləyir deyə uşaq seçici olur və bayaq dediyiniz kimi bir qidanı sevmədisə, onu dəfələrlə fərqli zamanlarda düşünürəm ki, onu təklif etmək lazımdır. Bəli, qatı qidaya keçid zamanı da uşaq əgər ətə yaxın getmirsə, burada bir neçə dənə səbəb ola bilər. Bu həm bədənin siqnalı ola bilər, həm də eyni zamanda ailədə vərdiş olaraq ət seçimi çox azdır. Bu ola bilər. Əgər ətə yaxın getmirsə, demək ki, dəmir defisiti və yaxud da sink defisiti ola bilər həmin uşaqda. Bu mütləq şəkildə pediatrla məsləhətlənməli və buna tədbir görülməlidir. Ki mən görmüşəm ki, əksər anemiyası olan uşaqların əksəriyyətində ətə qarşı fərqli bir yanaşma var. Onlar ət qidalarını sevmirlər. Və mən ona görə valideynlərə deyirəm ki, əti o qədər xırdalayın ki, qidada onu görməsinlər.
Amma onu yeməsələr, onu həm həzm eləyəcək, kultur olmayacaq bağırsaqda, həm də anemiyası olacaq. Yəni ət yeyildikcə o bərpa olunacaq. Əslində təbii olaraq bunu etmək lazımdır. Bir daha təmiz havaya çıxartmaq lazımdır. Uşaqların əksəriyyəti təmiz havadan məhrumdurlar. Düzdür. Təmiz havası olmayan bir mühitdə böyüyən uşağın da %100 anemiyası olacaq. Çünki lazımdır ki, düzgün hava qəbulu baş versin, düzgün hava tənəffüs texnikası olsun və uşaqda təbii olaraq anemiya öz-özünə həll olunsun. Havaya çıxan uşaq, havada hərəkətdə olan uşağın heç vaxt bir anemiyası ola bilməz. Bir də digər səbəbləri, misal üçün uşaq əgər qidalanmada seçicidirsə, bu digər belə deyək də, vitamin və mineralların, nutriyentlərin əskik olmasına da işarət ola bilər. Qəbizliyi varsa, valideynlərin əksəriyyəti özlərinin qəbizliyi olduğu üçün bunu normal hesab edirlər. Yanıma gəlir, misal üçün həftələrlə qəbizlik yaşayır, amma bunun normal olduğunu qəbul edir. Uşaqda da eyni şeyin olduğuna görə heç pediatra demir bunu. Təsəvvür edirsiniz? Belə valideynlər var. Və burada ödün də aktivləşməsi üçün lazım olan təbii kərə yağından istifadə olunmalıdır. Yəni bir çox valideynlər heyvani belə deyim, Mənşəli yağ istifadə eləmirlər. Zeytun yağına keçirlər. Bu doğru deyil. Mənə görə heyvani qidalar kərə yağında, yəni heyvani yağda bişməlidir. Tərəvəzlər belə deyim də, bitki yağında bişməlidir. O da ki, zeytun yağı. Ümumiyyətlə mən tərəfdarıyam ki, ərinmiş kərə yağından daha çox istifadə eləsinlər, nəinki bitki yağlarından. Yəni biz özümüzə qayıtsaq türklər demiş, yəni bir 50 il əvvələ, 60 il, 100 il əvvələ qayıtsaq daha yaxşı olar və indi görürük ki, doğrudan da o 100 il əvvəl olan bəslənmə tərzi də istifadə olunan qidalar da doğrudan daha yaxşı idi indikilərdən. Təəssüf ki, düşünürəm ki, insanlarda artıq yaranır o necə deyim, qidalanma öyrənilmiş davranışdır. Türklərin bir sözü var. Yəni biz nə isə öyrənirik, öyrəndiyimiz şeyləri eləməyə çalışırıq və biz o öyrəndiyimizdə dəyişə bilərik. Və dediyimiz kimi o orqanik qidalarla da bəslənməyə başlaya bilərik. Təəssüf ki, mən çox görmüşəm ki, kənddə böyümüş insanlar, heç şəhərdə böyümüşləri o barədə tutaq ki, qınaya bilmərəm ki, niyə kənd çolpasını sevmirsən? Amma kənddə böyümüş uşaqlar var ki, kənd çolpasını yemirlər, broiler toyuq yemək istəyirlər misal üçün. Çünki valideyn üçün rahatdır, tez bişir. Ən böyük səbəbi tez bişmək. Ya da o kənd çolpasını düzgün bişirmirlər. Və belə bir şey var. Onu təmizləmək lazımdır, bu artıq təmizdir. O da var. Düzdür, o da düz deyirsiniz. O da var. Seçim olmasa ya heç yeməz, yəni iki şey arasında qalmışıqsa, pis şey yeməkdən heç yeməmək daha yaxşıdır. Yəni müasir həyat bizi tənbəl olmağa məcbur edir. Yəni deyir, hazırı var, get onu al, bişir. Bəli, təəssüf ki. Seçicidirsə uşaq, qida rasionunu necə zənginləşdirmək olar? Seçicidirsə uşaq qida rasionunu dediyim kimi təkliflərlə və bu təklif bir növ qidanın 2 həftəyə qədər təklifi ilə olacaq. Yəni əgər tərəvəz yeməsini istəyirsə, 2 həftə dalbadal ailə üzvləri hər kəs bu tərəvəzi yeməlidir. Tək uşaq yox. Hər kəs süfrə arxasında oturmalıdır və o uşaq onu görməlidir ki, tək o yemir bunu. Bəli. Hər kəs onu yeyir. Bu çox önəmli bir məqamdır, çox. Və son suallarım da var sizə. Bu bir siqnaldır, yoxsa valideynin məlumatsız olmasından, tənbəl olmasından, çünki tənbəllik haqqında az öncə dedik və bu önəmlidir. Misal olaraq valideyn var deyir ki, çox rastlaşıram mən qida seçiciliyinə və yaxud iştahsızlıqla, deyir ki, uşaq iştahsızdır. Araşdıranda görürsən ki, siz deyən kimi gün ərzində paketli qidaları çox yeyir. Paketli qidaların kalorisi yüksək olduğuna görə onun enerji tələbatını ödəyir və uşaqlar daha ağıllı varlıqlar o barədə. Enerjisini artıq almır başqa yerdən. Yəni yaşaması üçün kifayət eləyirsə, o onu yeyir və dayanır. Başqa bir şey yeyə bilmir. Digər tərəfdən isə o qidaların tərkibindəki vitamin, mineral kasatlığı var və valideyn başa düşmür ki, sənin uşağın sənin elədiyin hərəkət nəticəsində bu vəziyyətə düşür. Başqa bir şey verirsən, daha yağlı, daha kalorili olduğu üçün və daha dadlı deyək, bəzi maddələr var deyə tərkibində daha dadlı olduğu üçün digər yeməklərin sadə dadını artıq bəyənmir, yemək istəmir və yeri də qalmır yeməyə. Hardan yesin onu? Burada da valideyn günahkardır və bəzi onlara deyəndə ki, misal üçün həmin valideynləri yığışdırıb bütün bu atışdırmaları ümumiyyətlə bir müddət heç verməyin. Gündə 3 dəfə qoyun ac qalsın. Yemir,
2 saat sonra təkrar gələcək, yemək Ac istəyəcək. saxlamaqdan çox qorxurlar. Bəli, elə bilirlər ki, bu gün bu saat yıxılıb öləcək. Həmişə deyirəm ki, siz indi internet inkişaf edib, sosial şəbəkələr falan, videolar hər yerdə var. Afrikada uşaqlar nə vəziyyətdədirlər? Rəsmən sümükləri sayılır da. Yəni heç bəlkə əzələ kütləsi belə qalmayıb bədənlərində. Niyə ölmürlər o uşaqlar? Yəni siz bu şəraitdə uşağınızın ölməyindən qorxursunuz. O cür düşünürlər, inanın ki. Ümumiyyətlə bizi bu günlərim obez olmağımız və yaxud da artıq çəkili olmağımız və yaxud da əksinə aqressiv və təşviş pozuntumuz və sair hamısının səbəbi ölüm qorxusudur və ölüm qorxusu anadan uşağa da ötürülür və ana hər zaman uşağını ilk öncə düşündüyü üçün birinci ona nəsə olacağını düşünür və fikirləşir ki, yemək verməsə öləcək. Bəli. Elə fikirləşirlər doktor. Bir məna olaraq elə fikirləşirlər ki, axı ölər doktor. Deyirəm niyə? Siz onu bir həftə ac saxlayın, görün nətər gəlib qaçıb yemək yeyəcək. Olmaz, uşaqlar çox ağıllıdırlar. Sonunda gəlib özləri istəyirlər. Çoxu deyir ki, doktor siz deyən kimi elədik, gəlib özü ətəyimdən yapışır ki, yemək verməli, yemək istəyirəm. Və düzgün qidalanan uşaqların vərdişləri də dəyişməyə başlayır. Seçimləri də dəyişməyə başlayır. Misal üçün, əgər bir uşaq daha çox paketli qidalardan seçim eləyib qidalanırsa, fast food qidalarından seçim eləyib qidalanırsa, yəni valideyn təklif eləyir və uşaq bunu seçirsə, makaron seçirsə, bu uşaq mütləq şəkildə aqressiv multfilmlərə də baxır, yəni cizgi filmlərinə də baxır. Amma seçimi düzəldəndə uşaq başlayır fərqli tərzdə, daha analitik belə deyim də, daha analitik düşüncəyə səbəb olan cizgi filmlərini seçməyə və yaxud da əksinə proqramları seçməyə və uşağın davranışları da sakitləşir, yuxusu da düzəlir, boyu artımı da düzəlir və s. Təcrübədə rastlaşmısınızmı belə bir halla? Yəni təcrübəniz olubmu seçici uşaq üzərində? Çox olub. Yəni demək olar ki, müraciət edən %70% uşaqların əksəriyyəti seçici qidalanırlar və onların mən yenə də deyirəm, məsələ uşaq deyil, məsələ valideyndir və hər zaman mənim yanıma gələndə, müraciət edəndə mən birinci valideynlə danışıram və əsas da ana ilə danışıram. Deyirəm ki, işimiz bizim sizinlədir, uşaqla deyil. Mənimlə əgər siz əməkdaşlıq eləyəcəksinizsə başlayaq. Çünki valideyn dəyişməsə uşaq dəyişməyəcək. Bəli, düzdür. Valideyn ilk növbədə valideyn öz davranışını dəyişməlidir və bütün pasientlərimə onu deyirəm ki, siz özünüz ona olan rəftarınızı, qoyduğunuz qaydaları, çərçivələri dəyişməsəz, o dəyişməyəcək, o öz başına dəyişməyəcək və təbii ki, sizin dəyişiminizə alqışlayaraq, yəni dəyişiminizi qarşılamayacaqlar. Müəyyən müddət sonra artıq başa düşəcək ki, başqa yol yoxdur. Bəli. Çox təşəkkür edirəm doktor. Çox maraqlı mövzudur. Düşünürəm ki, seçici uşaqların valideynlərinə çox maraqlı məlumatlar verdik biz bu gün. Çox geniş mövzudur doğrudan da. Bəlkə biz burada oturub 1 saat danışsaq bitməz bu mövzu. İnşallah ki, çox faydalanarlar və sizinlə bu ilk amma son görüşməmiz deyil və daha maraqlı mövzularda da sizinlə mütləq danışacağıq. Çox sağ olun dəvətiniz üçün. Sağ olun.